60 kvadrat metrlik mənzil sahibisiniz. 2 uşağınız var və hər birinə ayrıca otaq istəyirsiniz. Məqsədimiz planlamadan maksimum yararlanmaqdır. Həm də divarların çoxu daşıyıcıdır. Bəli, ola bilər ki, bu hissədə yataq otağı əlavə edib eyvanın təbii işığından faydalana bilərdik. Amma qonaq otağı çox qaranlıq olardı. Həm də panoramalı pəncərə qarşısında yatmaq da o qədər rahatlıq verməz. Gəlin başqa yolla gedək, pəncərəli hissələrə diqqət yetirək. 3 pəncərəmiz var: qonaq otağı və 2 yataq otağı. Gəlin onlardan başlayaq. Dəhlizdə iki tərəfdə saxlanıc dolabı əlavə edək, kiçik mətbəxi U formalı edib, həm də genişləndirək. İndi isə belə mətbəxdə daha rahat nəsə hazırlamaq olar. Yemək zonası isə indi mətbəxin yanındadır. Bu hissədə ara kəsməni də götürsək, geniş zal studiomuz yarandı. Hamam hissəsində zonalayaq. Duş və tualet birlikdə, moydadır və yuman zonası isə çıxışda yerləşir. Belə daha rahat olacaq. Cəmi 3 metr enində kiçik yataq otağında qapını biraz qabağa çəkdikdə artıq geniş yatağımızı rahatlıqla yerləşdirə bilərik. Digər otaqdakı pəncərə önünü isə uşaqlar arasında bərabər bölürük. İndi hər birinin öz dolabı, masası və şəxsi otağı var. Fevralın sonuna dək xüsusi planlama fürsətindən yararlanmaq üçün elə indi mesaj bölümünə yazın.